Salam əziz dinləyicilər. Bizim bugünkü dərsimiz 40-cı ilin islahatlarıdır. 1840-cı ildə keçirilən islahatlardan danışanda ümumiyyətlə nə baş verdi, hansı tarixi zərurət yarandı ki, 1840-cı ildə Çar Rusiyası Azərbaycanda və ümumiyyətlə islahatlar keçirmək qərarına gəldi. Deyir ki, islahatlar keçirilməsi ümumiyyətlə əsas məqamlarından biri komendant idarə üsulunun yaratmazlığı idi. Komendant idarə üsulu Azərbaycanda nə vaxt tətbiq edilibdir? İndi deyirik ki, 19-cu əsrin əvvəllərindən başlayaraq 1840-cı ilə qədər Azərbaycanda komendant idarə üsulu olub. Gəlin ilk öncə komendant idarə üsulunun ləğvindən danışmamışdan əvvəl, ondan bir 10 il əvvəl, yəni 30-cu il islahatlarına başlayaq. 1830-cu ildə başlayan üsyanlar, hansı ki 31-də, 37-də, 38-də bu cür üsyanlar davam etmişdir. Bu üsyanların əsas səbəbləri yadımızdadırsa komendantlara qarşıdır. Komendantların özbaşınalığına qarşı, vergilərin, mükəlləfiyyətlərin ağırlığı, milli dini zülmə qarşı baş verən üsyanlar idi. Biz üsyanların tarixdə çox vaxt yatırıldığını görürük. Bizə nə lazımdır bəs? Üsyanların bizə lazımdır ki, nəticəsi müsbət oldu, yoxsa mənfi oldu? Məhz 30-cu illərin islahatlarından danışanda deyəcək ki, bunların müsbət tərəfi var. Müsbət tərəf ondan ibarətdir ki, Azərbaycanda komendant idarə üsulu ləğv edildi. Məhz 1-ci Nikolayın hakimiyyəti dövründə 1840-cı ildə qərar qəbul edildi və həmin islahat keçirilməsi haqqında islahatlar keçirildi və biz burada görürük ki, müəyyən islahatlarda hansı sahədə dəyişiklik yaradılır, hansı sahədə yeniliklər yaradır. Yenilik yaratmaq üçün komendant idarə üsulu ləğv edilməlidir. Komendant idarə üsulu nədir? İdarə etməlidir. Deməli, hər şey nədən başlayır? İdarə etmədən. Və qeyd edirik. Deyirik ki, islahat idarə etmə, islahatlar keçirilir idarə etmə və inzibati sahədə və ən əsası məhkəmə sahəsində. Yəni, əgər bir yerdə biz dəyişiklik, inkişaf görmək istəyiriksə, dövlətləri oxuyanda hər halda nəzər yetirdik ki, islahat keçirən hər bir hökmdar ölkənin inkişafı, geriləməsinin qarşısını almaq üçün ilk öncə həmişə idarə etmədən, ordudan başlayır. Məhz idarə etmədən başladılar burada da. İdarəçilikdə kimdir? Komendantlar. 1840-cı ildə komendant idarə üsulu ləğv edildi. İnzibati bölgəyə əsasən də quberniya, qəza və nahiyə inzibati bölgüsü və məhkəmə sistemi tətbiq edildi. Yəni, quberniya, qəza və nahiyə məhkəmələri fəaliyyət göstərirdi. Bir digər məqama da diqqət yetirəndə deyir ki, Cənubi Qafqaz özü inzibati baxımdan iki yerə bölünür. Cənubi Qafqaz bu Xəzər İmeretiya quberniyasıdır və Gürcü İmeretiya quberniyasıdır. Gəlin ilk öncə Xəzər İmeretiya quberniyası, baxın bura Xəzər vilayəti və Gürcü İmeretiya quberniyası. Xəzər vilayətinə daxil olan ərazilər hansılardır? Yadda saxlaya bilərsiniz ki, Xəzər dənizinə yaxın olan hissələri bu cür yadda saxlaya bilərik. Xəzər dənizinə yaxın olan hissələr və xüsusilə burada fikir verin, mərkəzdə xüsusilə göstəriblər, mərkəzdə Şamaxıdır. Bura daxildir. Gördüyünüz bu açıq rəngdə göstərilən hissədə var Şuşa qəzası, Şəki, Quba, Şamaxı, Bakı, Lənkəran və Dərbənd. Bax, bunlar Xəzər vilayətinə daxildir. Gürcü İmeretiya quberniyasına isə Gürcüstana yaxın olan hissələr. Hansı ki, gəlin diqqət yetirək. İrəvan, Naxçıvan, Yezavetpol, o cümlədən Car-Balakən dairəsi Gürcü İmeretiya quberniyasına daxil idi və Naxçıvanın da adını qeyd etdik. Bu, 1840-cı ildə yaradılan inzibati bölgüdür. Məhz bu inzibati bölgü niyə görə? Baxın, inzibati bölgü. Cənubi Qafqaz iki hissəyə bölünür, Xəzər vilayəti və Gürcü İmeretiya quberniyası. Bax, bunlar yadımızda qalar yəqin ki. İndi mən nəyə baxıram? Bu idarə etmədən danışdım, idarə etmədən, inzibati bölgüdən və indi danışım məhkəmədən. Məhkəmədən danışım, amma idarə etmə sistemi ilə inzibati islahatdan yenə danışacağıq, çünki yenə dəyişikliklər var. Gəlin baxaq məhkəməyə. Məhkəmə deyirik 1840-cı ilin 10 aprel tarixindəki qərara əsasən, bəli, məhkəmə islahatı keçirildi. Məhkəmə islahatında nəzərdə tutulurdu ki, məhkəmələr yenə rus dilində aparılır, şəriət məhkəmələri saxlanır, şəriət məhkəmələrində kəbin, talaq və rəsəlik məsələsinə baxır. Şəriət məhkəmələri ilə yanaşı deyir ki, artıq burada bu məhkəmələrdə səhra məhkəmələri var idi, hansı ki, o səhra məhkəmələrində mülki işlərə baxılması qaydası ləğv edildi. Yəni, deyir ki, artıq mülki işlərə səhra məhkəmələrində baxıla bilməz, məhz səhra məhkəmələrində hərbi işlərə baxmalıydı. Bu, oldu məhkəmə islahatı. Gəlin, idarə etməklə davam edək. İdarə etmədə yenə təkrar edirik. 1840-da idarəçilik nə ləğv edildi? Komendant idarə üsulu. İdarəçiliyin davamını gətirək. Deyirik ki,
44-cü ildə, baxın, idarəçilikdən söhbət gedir. Cənubi Qafqaz diyarının baş idarəsi ləğv edildi. Yaxşı, bəs nə yaradıldı baş idarənin əvəzinə? Deyirik ki, idarəetmədə yaradıldı 1844-cü ildə canişinlik sistemi. 1844-cü ildə yaranan bu canişinlik sistemi ilk bunun deməli rəhbəri olmuşdu Qraf Semyon Vorontsov. Mixail Qraf Semyon Vorontsov idi. İlk canişin idi. Bu 1844-də başlayıb bu canişinlik sistemi 1883-cü ilə qədər davam etmişdi. İkinci dəfə canişinlik sistemi Azərbaycanda yaranıb 1905-də, bu davam edib 17-yə qədər. 1905-də də Azərbaycan deməli canişin olmuşdu Daşkov. Bax, belə davam edirik. İndi qaydırıq geri 1844-də idarəetmədə, 40-cı da komendant idarə üsulu ləğv edildi. 44-cü ildə nə baş verdi deyirik? 44-də Qafqazın baş idarəsi ləğv edilir, əvəzinə canişinlik yaradılır. Canişin də Qraf Semyon Vorontsovdur. Yaxşı, davam edək. İndi baxın, bir idarəetmə, bir inzibati. Birinci 1840-da komendant ləğv edilən kimi 40-da Xəzər vilayəti və Gürcü Meretiya quberniyası yaradıldı. İndi yenə idarəetmədə 44-də dəyişiklik oldu, canişinlik yaradıldı və indi nə yarandı? Yenə inzibati sahədə islahat keçirildi. Yəni bölgü yaradıldı, yəni quberniyalar yaradıldı. Quberniya nə vaxt yaranır? 1846-cı ildə. 40-cı da komendant idarə üsulu idarəçilik. Sonra inzibati bölgü 40-da Xəzər vilayəti Gürcü Meretiya quberniyası. Yenə idarəetmədə dəyişiklik olan kimi, baxın, inzibatidə də olur. İdarəetmədə baş idarə ləğv edildi, Qafqaz canişinliyi yaradıldı. Yenə inzibatidə biz islahat görəcəyik. Görəcəyik ki, dəyişiklik görəcəyik. 1846-cı ildə Xəzər vilayəti ilə Gürcü Meretiya quberniyası ləğv edilir, əvəzdə 4 dənə quberniya yaranır. Baxaq görək, bunlar hansı quberniyadır? Deməli, baxaq. Deməli, Şamaxı, Tiflis, Kutaisi, Dərbənd. 4 dənə bizim quberniyamız var. Bu Şamaxı quberniyasıdır. Sonra gəlirik Şamaxı, Tiflis quberniyası burada tam görünməyib. Kutaisi və o cümlədən də Dərbənd də yuxarı hissədədir. Dərbənd quberniyası yaranacaq. İndi bu inzibati islahatı davam elətdirir. İnzibati islahatı 1849-cu ildə yaradılan inzibati bölgüdə yaradılıbdır İrəvan quberniyası. İrəvan quberniyası demişkən 1849-da həm də ingilislər Pəncabın işğalını başa çatdırıblar. Mikrofona baxaq, mikrofon bizi səsimizi yazır. Əla. Sonra ən axırıncı yaradılan quberniya hansıdır? Deyəndə deyirik ki, Yezavetpol quberniyası 1868-ci ildə. Yeri gəlmişkən 1868-ci ildə Yaponiyada nə baş vermişdi? Burja inqilabı. Əla. Deməli, Şamaxı quberniyası 46, Tiflis 46, Kutaisi 46, Dərbənd 46, 49-da yaranıb İrəvan quberniyası, 68-də yaranıb Yezavetpol. İndi sual yaranır. Bəs müəllim, ortalarda hər hansı bir, bax, bu bir-bir yaradılır quberniyalar, aralarda nəsə dəyişiklik, hər hansı yeni quberniyalar yaranmışdırmı? Deyirik ki, yaranmışdır. Necə olmuşdu bu? Deməli, 1859-cu ildə Şamaxıda zəlzələ baş vermişdi. Dəhşətli bir zəlzələ idi və yeri gəlmişkən Şamaxıda zəlzələ baş verib 1192, indi kitabda olmasa da 1667 əvvəl var idi. Şamaxıda 1859. 1859-da Şamaxı zəlzələ olanda quberniya mərkəzi Bakıya köçürülür. Və beləliklə 59-da Bakı quberniyası yaradılmış olur. Sonra Dərbənd quberniyası arada nəsə baş veribmi? Deyirik, bəli, yenə baş verib. 1860-da Dərbənd quberniyası ləğv edilib. Bunu diqqətdə saxlayırıq. Və bizim burada diqqət yetirəcəyimiz bir digər məqam nədir? Mən burada nəyi deməmişəm? Mən burada deməmişəm, İrəvan quberniyası 49-da yaradıldı. Bax, İrəvana daxildir. İrəvan, Naxçıvan, Aleksandropol, bir də Şamaxının tərkibində olan Şamaxı quberniyası, Mehri qəzası da İrəvan quberniyasındadır. Bunu çaşdırmayın, heç bir çaşdırıcı burada məqam yoxdur. 1860-cı ildə Dərbənd quberniyası ləğv edilir, onun tərkibindəki Quba qəzası da Bakıya birləşdirilir. Axırıncı yaradılan hansı oldu? Axırıncı yaradılan da dedik ki, məhz oldu Yezavetpol quberniyası. Təkrar bir də gedirik. 46-da Şamaxı, Tiflis, Kutaisi, Dərbənd. 59-da zəlzələ hardadır? Yox, 49-da hansıdır? İrəvan quberniyası. 59-da zəlzələ hardadır? Şamaxıda. 60-da hansı ləğv edildi? Dərbənd.
Yaxşı. Axırıncı 68-də yaranan hansıdır? 68-də də Yelizavetpol quberniyasıdır. Bu bizim inzibati tərəfimiz. Baxın, yenə də deyirik. Bir idarə etmə, bir inzibati. Bir idarə etmə, bir inzibati. 1840 komendant idarəsi o idarə etmədə ləğv edildi. 40-da Xəzər vilayəti Gürcü Meletiya quberniyası. Davam edirik. 44-cü ildə baş idarə ləğv edildi. Canişinlik yaradıldı. İndi inzibati gördük ki, tez 46-da inzibati sahədə dəyişiklik oldu. Quberniyalar yaradıldı. Quberniyaları da bir yerdə dedik. İndi davam edək. Davam edək. Aha, biz burada bilirsinizmi, idarə etmədə deyəndə bu şəxslərin adlarına da baxmalıyıq idarə etmədə. Sizcə kimdir bu şəxslər? Bir ipucu kaş sizi dinləyə bilərdim deyərdiniz. Kimdir? Bizim bəy və ağalarımız. Elə deyilmi? Bəy və ağalarımız. Bəy və ağalarla bağlı bəzən deyirlər ki, müəllim, yaman qarışıqdır. Əslində qarışıq deyil bu. Sadəcə həmişə dərsləri oxuyanda əvvəllə çalışıb müəyyən qeydlər, konspektlər aparılması mütləqdir. Əvvəllə müqayisə edilməsi. Əvvəldə mən bəy və ağa ilə bağlı nə oxudum və s. Bax, bu məsələyə baxmasınız. Amma bunu mən sizin üçün qısaldacağım. Baxın, Azərbaycanda xanlıqlar ləğv ediləndə, yadınızdadır 1804-də. Ona görə 19-un əvvəli deyirəm. Görürsünüzmü? 19-un əvvəli. 19-un əvvəlində bizim bəy və ağalarımızın torpaqları müsadirə edilmişdir. 1830-cu ildə 1-ci Nikolayın qərarı ilə bəy və ağalara məxsus olan torpaqların bir hissəsi qaytarıldı. Bu da yaxşı. 1841-ci ildə komendant idarə üsulu 40-cı ildə ləğv ediləndə 41-də bizim bəy və ağalarımızın torpağı yenidən əlindən alındı. Amma bu əlindən alınsa da, bu 41-də dedilər ki, bu düzgün qərar deyil. Düzgün qərar deyil. Təkrar bir də baxaq. Aha. Bu düzgün qərar deyil və bunu başa düşdülər. Amma bu Rusdur. Bu etiraf eləyərmi ki, mən düzgün qərar vermədim, bəy və ağanın torpağını əlindən aldım. Niyə? Bunun bir səbəbləri var ki, bunun niyəsini mən sizə o rəy hissəsində gözləyəcəm, görüm kim yazır ki, bu nəyə görə peşman olurlar ki, biz niyə komendant bəy və ağaların əlindən torpağını aldıq? Yaxşı. Bu belə və onları idarə etmədən də uzaqlaşdırdılar. Gördülər bu səhv qərardır, bu Rusdur, bu səhvini birdən-birə boynuna almaz axı. İlk öncə dedilər ki, gəlin, birincisi bu bəy ağaya birdən-birə torpaq verməyən, bir şey ümumiyyətlə həyatda da elədi də, birdən-birə veriləndə kimsə nəyisə birdən-birə əldə edəndə onun dəyəri bilinmir. Və bunun bizim bu keçirdiyimiz islahatın dəyəri olsun deyə, gəlin ilk öncə biz bunların sayını dəqiqləşdirmək üçün və yaxud da hüquqlarını müəyyənləşdirmək üçün komitə yaradaq. Komitə. Bu komitə harda yaradıldı? Bu komitə Tiflisdə yaradıldı. Neçənci ildə yaradılır? 1842-ci ildə komitə yaradıldı. Oldu. Yaxşı, komitə yaradıldı. Bax, etap. Hələ vermirlər. Torpaq yoxdur. 42-də torpaq yoxdur. 1843-ə gəlirəm. Deyirəm ki, 1843-cü ildə bunlara ad verildi. Baxın, birinci ad, sonra torpaq. Birinci ad, sonra torpaq. Deyir ki, baxın, bəy və ağalar, siz müsəlmanların ali silkisiz və nə yaranır? 1840-cı ildə müsəlman ali silki yaradılmış oldu. 1841-ci adı verirlər. Görürsün, birinci adı verirlər ki, qoy adı ilə fəxrləsin. Bax. Belə və bundan sonra 3 il, bax, yenə də birdən-birə vermirlər. 3 il sonra 1846-cı ildə reskript imzalanır. Reskript nədir? Fərmandır, düzdürmü? Buyruq fərman mənasını verir. İndi mən davam edirəm. 1846-cı ilin torpaq verilən reskriptində nə deyilir? Deyir ki, bu reskriptdə nəzərdə tutulur ki, mülk və tiyul torpaqlar eyni kateqoriyaya aid olsun. Bəy və ağalara torpaq sahələri verilsin və həmin Azərbaycan feodallarına torpaq verilir və yaxud da bəy və ağalara torpaq verilir. Və həmin torpağı hətta bu ali müsəlman silki, baxın, ad verilib bunlara əməlli başlı, ali müsəlman silki bu torpağı sata bilər, bağışlaya bilər, irsən keçirə bilər. Amma baxın, kimə keçirə bilir bunu irsən? Yalnız öz səviyyəsində olan şəxsə, yəni ali müsəlman silkinin nümayəndəsinə verə bilər. Hər hansı bir kasıb kəndliyə torpaq sahəsi verilə bilməz, əzizlərim, verilə bilməz. Bu məsələdə diqqətli olaq. Yaxşı, bəy və ağalara baxın, bax, günü-gündən bunların səlahiyyətləri artırılır. Deyir ki, baxın, Azərbaycanda kəndli qrupları var.
sayırıq bir yerdə rəiyyət, rəncbər, elad, əkər, nökər. Bunlar ləğv edilir və bunları bir adla birləşdirirlər. Mülkədar tabelisi. Mülkədar tabelisi nə deməkdir? Yəni mülkədarından asılı olan, mülkədarına tabe olan, yəni kimə tabedir? Bəy və ağalara tabedir. Mülkədar tabelisi adlanır kəndlər və onlar bəy və ağadan asılı vəziyyətdədirlər. Sonra elə bununla da iş bitmir. Deyir ki, mülkədara kəndli üzərində polis, inzibati məhkəmə hüquqları verilir. Bəzən bu 1846-da verilir əzizlərim, 1865-də ləğv edilir. Bu digər dərs izləyəndə başa düşün ki, orada 65-i mən unutmuşam, indi yadıma düşür ki, 1865-ci ilin kənd cəmiyyətləri haqqında qanundan danışmamışam. Bax, bu mənim yadımdan çıxıbdır. Amma gəlin elə burada baxaq. 1846-cı ilin reskriptində bəy və ağaların üzərində polis, inzibati məhkəmə hüquqları verilir. Yəni, baxın, kəndli üzərində verilir. Maraqlıdır, nə deməkdir bu polis? Nədir sizcə, nə deməkdir? Yəni, bu o deməkdir ki, bir polis kimi o kəndlərdə asayiş qoruyur. Polis kimi, yəni, qaydaların riayət edilməsinə nəzarət edir bəy. Və məhkəmə nədir? Məhkəmə o deməkdir ki, kəndli hər hansı bir səhvə yol versə, onu mühakimə edə bilər və yaxud da onu cəzalandıra bilər, cəza kəsə bilər. Bax, budur. İnzibati də nədir? İnzibati də mən düşünürəm, kəndli üzərində inzibati o deməkdir ki, yəni kəndlini bir kənddən digər kəndə köçməyinə icazə verə bilər. Və yaxud da bir torpaqdan, tutaq ki, bir ərazidən digər əraziyə köçürər və s. Bax, bu polis, məhkəmə, inzibati hüquqlardır. Düşünürəm ki, sadə bir izah olacaq. Amma bizim bir məsələmiz qaldı. Nə qaldı? 1847-ci ilin islahatı. 1847-ci kəndli əsasnaməsində 3 əsas məsələyə toxunur. Vergi, mükəlləfiyyət məsələsinə və o cümlədən də deməli torpaq məsələsinə nəzər yetirilir. Torpaq, vergi, mükəlləfiyyət. Torpaqda nədir? Torpaqda 15 yaşına çatmış kişi cinsindən olan hər bir kəndliyə 5 desiatın yaralı torpaq sahəsinin verilməsi nəzərdə tutulurdu. Vergi məsələsində malcəhət vergisi qalır, çöpbaşı, otlaqdan istifadəyə görə vergi qalır və sudan istifadəyə görə də bəhrə vergisi ödəyirdilər deyir. Yaxşı. Sonra burada mükəlləfiyyət məsələsi deyəndə kəndli deyir öz evində bir nəfəri iş heyvanı və ailəsi ilə bir nəfəri ilə düşünün ki, evin ən fağır adamı, ən fağır, ən sakit adamı bir gün 18 günü öz iş heyvanları əmək aləti ilə birlikdə gedib xidmət etməlidir. Özü də bəy təsərrüfatında 18 gün və ildə 2 dəfə də 2 gündə cəmaət iməciliyə gedir. Yəni əvrəzə gedirdi. Bunda diqqətdə saxlayın, 2 gün elliklə hamı gedir iməciliyə, köməyə gedir, bəyin təsərrüfatında işləyir. Görürsünüz də. Bəylər bu dövrdə əməlli başlı yaxşı yaşayıblar deməli. Yaxşı yaşayıblar deyəndə müəyyən müddətdə. Sahibkar və kəndlərə verilən hüquqlar nədir? Sahibkar 47-ci islahat sahibkar kəndlərinə aiddir. Kəndli bir yerdən başqa yerə köçə bilər və sahibkar kəndlərinə aid olan islahatları deyirik. 1847, 1870, 1912, 13-cü illər. Bu dərsin izahı da bu qədər. Bizi YouTube kanalında izləyin, rəy yazın və təkliflərinizi eşitməyə hazırıq. Və ən əsas məsələ, MİQ və sertifikasiya hazırlaşan müəllimlər mövcud olan qruplarımızda bir dərs, bir sınaq dərs ödənişsiz şəkildə, ödənişsiz dərslərimizdə iştirak edə bilərsiniz bir dərs və sonra qərar verirsiniz ki, bu dərsin sizə faydası toxunurmu dərslərin və yaxud da ki, metodikasını, müəllim metodikasını bəyənəcəyiniz halda dərsləri bizim dərslərimizdə daimi olaraq, davamlı olaraq iştirak edə bilərsiniz. Oldu, sağ olun.